Məncə çox realdır. İndi Lavrovun açığı çıxışı ilə mən tanış deyiləm, amma mən özüm bir müddət bundan əvvəl, bir 10 gün bundan əvvəl hətta aralığını yazmışdım ki, bu aralıqlarda yəni İsrail yenidən və yaxud Amerika yenidən İrana hücum eləyə bilər. İndi burada təbii ki, tək İsrail hücum eləməyəcək. Burada həm də Amerikanın hücumundan söhbət gedir. O mənim dediyimə görə, mənim təxminlərimə görə, hesablamalarıma görə bu keçən ayın, yəni sentyabr ayının 28-dən gələn ilin o mayına qədər davam eləyə bilər. Yəni belə deyək də, bu aralıqda baş verə bilərdi. Niyə mən bu aralığı seçmişdim? Çünki bilirsiniz ki, İran haqqında verilən o BMT-nin bir qərarı oldu ki, yenidən o sanksiyalara, ağır sanksiyalara qayıdacaqdı. Bu ayın 27-sində verilmişdi. 27-sində verilmişdisə, deməli o aralıq, yəni başlama ehtimalı ilə bağlı aralıq 28-dən mən təxmin eləmişdim ki, 28-dən başlayaraq ta o mayın ortalarına qədər. Niyə mayın ortaları? Onu da belə izah eləmişdim ki, o 6 ay seçkilə, İsraildə seçkilər olacaq, o seçkilərə 6 ay qalmışa qədər bu işi bitirməlidirlər və bu İran üzərində qələbədən Netanyahu öz seçki marafonunda istifadə edəcəkdi, uğur hekayəsi kimi. İndi ayın 7-sində Lavrov deyib, bu da ağlabatandır, çünki o biraz da o mistik, o bir hava qatmalıdırlar, rəng qatmalıdırlar. Yəni o ola bilər ki, ayın 7-sində də olsun, ola bilər ki, sabah da olsun. Yəni hər ehtimal var. Burada əsas məsələ nədir? Niyə İsrail bu dərəcədə tələsir ki, İrana qarşı bir o müharibəyə keçə? Ona görə ki, İsrailin baş naziri Netanyahu bilirsiniz ki, çox ciddi bir nüfuz itkisi ilə üz-üzədir. İrana hücumu o istədiyi nəticəni, yəni düzdür, böyük uğur qazandı, İran üzərində çox ciddi uğur qazandı, amma bütün hallarda son nəticəyə çatmadı. Son nəticə nə idi? İranın nüvə proqramını tamamilə məhv etmək, İranı o belini sındırmaq, amma bunlar baş vermədi. Niyə baş vermədi? Çünki İran o gözləmədiyi səviyyədə, İsrailin gözləmədiyi səviyyədə İran da ona zərbələr vurdu və məcbur oldular 12 gündən sonra o müharibəni dayandırdılar. Bir də açığı İsrailin o taktikası, yəni belə deyək, strategiyası, hərb strategiyası, İrana qarşı yürütdüyü strategiyası 1001 xəncər adlanır. O 1001 xəncərdə o böyük bir savaşdan söhbət getmir. Nədən söhbət gedir? Bir İrana məxsus generalları, sonra o nüvə alimlərini bir sıradan çıxarmaq. Artıq amma bu o həddən çıxmışdı. Əslində bu nüvə alimlərinin sıradan çıxarılması ilə bağlı sadəcə 12 günlük müharibədə yox, elə ondan öncə illərdir bu proses davam edir. Bəli, o çünki o İsrailin bir strategiyasıdır. 1001 xəncər deyirlər bu strategiya. O strategiyanı hazırlamışdılar ki, biz İrandakı o belə deyək, o yüksək səviyyəli, yüksək çinli o hərbçiləri və alimləri, nüvə alimləri bir sıradan çıxarmalıyıq və bunu da yəni o çox ciddi şəkildə yürüdürdü. Amma İran birdən hücuma keçdi. İsrail bunu gözləmirdi ki, İran oradakı o sivil insanlara, hətta mülki şəxslərə belə hücum eləyəcək. Mülki şəxslər hədəf alındığına görə o İsrail bu müharibəni dayandırmalı oldu. Amerika işin içərisinə girdi və İranın nüvə o müəssisələrinin bəzilərini, yəni demək olar ki, hamısını vurdu, amma nə dərəcədə vurdu? İndi bu dəqiqə onun müzakirəsi gedir. İran o bütün o nüvə potensialını itirdimi? İndi bəzi iddialara görə hələ itirməyib, bir qismini itiribdir və bunu rahatlıqla bərpa eləyə bilər və ona görə də bu İsrail qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Hədəflərə çata bilmir və seçkilərə gedir. Seçkilərdə də bilirsiniz ki, çox ciddi bir o rəqabət olacaq. Netanyahu gərək özünü xalqı inandıra ki, mən o İrana hücum edərsin, bu uğurlara imza attım. Yəni bu uğurları qazandım. Bu uğurları qazanması üçün də onun bu müharibəyə ehtiyacı var. Üstəlik bu müharibə hətta
belə deyək, hətta aralığı biraz da azalda bilərik. Çünki bilirsiniz ki, oktyabrın 27-sində İsrail o parlamentinin o payız sessiyası başlayır. Artıq İsrail parlamenti yeni yasama ilinə, indi o qanunvericilik ilinə qədəm qoyur. Yəni yeni bu il başlayır, onlar da o ayın 27-sində, oktyabrın 27-sində başlayır o payız sessiyası. Bu payız sessiyasına qədər də mütləq bu əməliyyatları həyata keçirməlidir. Əks halda o Netanyahu hakimiyyətdən devrilə bilər. Bilirsiniz ki, o Netanyahu hakimiyyəti 5 koalisiyalı, 5 partiyalı koalisiyadır. O koalisiya partiyalarının ikisi artıq istefa veribdir, qalıbdır 3 partiya və Netanyahunu dəstəkləyən deputatların sayı 50-yə yenibdir. Yəni halbuki o İsrail parlamenti 120 deputatdan ibarətdir. Ən azı 61 deputat olmalıdır ki, o ona səs versin, özünün o etibar, o səs verməsini qazana bilsin. Yəni ola bilər ki, ayın 27-sində, oktyabrın 27-sində o sessiya açılanda Netanyahunun məsələsini gündəmə gətirilir, hökuməti belə deyək, o legitimliyi yenidən gündəmə gələr və o əgər gündəmə gələrsə Netanyahunun o keçməsi mümkün deyil. Yəni o tərkiblə keçməsi mümkün deyil. İran belə çıxır ki, hazırlayır. Özlərinin dedikləri, mən vallahi İranın dediklərinə çox inanmıram. Bəzən görürsən, bəzən şişirdirlər, multfilm çəkirlər. Güya ki, bunlar o multfilmlə Amerikanı məhv edirlər. Ona görə onların bəzən o dedikləri təbliğat xarakteri daşıyır və üstəlik inandırıcı da olmur. Amma dediklərindən belə çıxır ki, çox ciddi hazırlaşıblar. Yəni bu hər tərəfli bir hazırlıq işlərini tamamlayıblar və hətta dənizdə, quruda, havada Amerikaya belə cavab verəcək gücdədirlər. Yəni dedikləri budur. Amma mənə inandırıcı gəlmir. Niyə? Çünki kim buna o silahları verəcək? O silahları verəcək güc Rusiyadırsa, Rusiyanın özü öz başının çarəsinə baxa bilmir. Adama deyərlər ki, elə yaxşı bərbərsən, birinci özünün saçını qır, birinci öz keçəli və bir dərman tap, sonra ki, başqasının keçəlinə dərman taparsan. Yəni, bu mənada mən açığı inanmıram ki, o İsrail o həddə, yəni İsrail deyirəm, İran o həddə hazır vəziyyətdədir. Amma bütün bunlara baxmayaraq, İran özünü tox tutmağa çalışır, biz bu müharibəyə hazırıq. Biraz da bundan təbii ki, qorxu, hürkü üçün istifadə edir. Yəni, belə deyə, hədə qorxu gəlməyə çalışır. Mən hesab edirəm ki, İranın bu döyüşlərdə şansı belə deyək, sıfıra yaxındır. Yəni, Çin ona dəstək verməz, mən inanmıram Çin özünü İran üçün fəda edir. Versə belə, yəni elə ciddi bir dəstək verməyəcək. Ona əksinə, məsələn, Çinə nə lazımdır? Çinə lazımdır ki, Amerikanın başı İranda, nə bilim, o Rusiyada qarışsın, yeri gələndə, yəni bir neçə il lazımdır Çinə o vəziyyətdən çıxmaq üçün. Çünki 2030-cu ildə Çinin artıq hərbi və iqtisadi cəhətdən Amerikanı keçəcəyi təxmin olunur. O müddətə qədər də Çinə zaman lazımdır. Çin zamanı oynayır. Ona görə mən inanmıram o İrana kimsə dəstək verər. İran özü ancaq özünü qoruya bilər. Özünün də o qüdrəti yoxdur. Amma bunlarda belə bir düşüncə var. Ümumiyyətlə, dindarlarda belə bir düşüncə vardır ki, məni Allah qoruyacaq. İndi bu düzdür, bu belə deyək, məntiq olaraq doğrudur. Hər kəsi Allah qoruyur. Amma Allah demir ki, sən ged özünü damından at, mən səni qoruyacağam. Bir də bu məsələnin bu tərəfi vardır.